Sizdən daimi həmişə aldığım bal bu səfər eyni effekti vermir. Yəni həmin bal o baldan deyil, fərqli bir bal göndərilib sizə. Halbuki amma eyni balı ona vermişəm. Bu baldan ümumiyyətlə məndə bir dəfə gəlir, bir dəfə var. İkinci dəfə sezonda olmur. Deyir ki, həmişə istifadə edirdim, şəkər qalxmırdı, bu dəfə istifadə edirdim, şəkər qalxdı. İnsan özündə yox, səbəbi balda axtarır. Bir məntiqlə fikirləşsə, insan bir özündə də səbəbi axtarmalı ki, nəyə görə belə ola bilər? Çünki bu insan orqanizmidir. Mən bunu bugün yeyə bilərəm, şəkərim qalxmaya bilər. Sabah yeyə bilərəm, artıq şəkər 2 qat arta bilər. Belə bir misal da deyim. Məsələn, alır balı, yeyir, deyir ki, sizin balınız mənim şəkərimi qaldırdı. Ümumiyyətlə, bal şəkəri qaldırmağa meyillidir. Çünki balın tərkibində 31-32% glukoza təşkil etdiyinə görə bal ümumiyyətlə şəkəri qaldırmağa meyilli bir şeydir. Miqdar baxımından şəkər əvəzedici kimi istifadə eləsəz, inşallah ki, şəkər qalxmaya bilər. Amma burada bir şərt var. Əgər siz burada gün ərzində şirin yağlardan basıb yesəz, qəşəng tort yesəz, şokolad yesəz, xəmir xörəklərdən istifadə eləsəz, əlbəttə ki, axırda bir çay qaşığı, yarım çay qaşığı bal yesəz, bu da əlavə olunacaq həmin qidaların üstünə. Əlbəttə ki, burada şəkər qalxmalıdır. Yəni bunu gedib həkimdən də soruşsaz, şəkərin qalxmağı normaldır. Amma bu boyda şeyi yeyib şəkər qaldıracaq demirsiniz. Yarım qaşıq, bir çay qaşıq bal yeyəndə deyir ki, şəkərin qalxacaq da.